Müşfiq bəy, indi isə keçək Əraqçının Rusiya səfərinə. Əraqçı Sankt-Peterburqda Putinlə keçirəcəyi görüşdə nələri razılaşdırmış ola bilər İranla? Açığı bu görüşün gündəliyi, mahiyyəti kifayət qədər görürsünüz ki, məxfi saxlanılır və ona görə də hələ ki konkret informasiyalar kənara sızmadığına görə konkret məlumat bir qərara rəy vermək çətindir. Ancaq mən düşünürəm ki, bu Əraqçının bu səfəri bir yaşa Pakistandan oraya getməsi görünür ki, danışıqlar masasında müəyyən təkliflər var və bu təkliflər həm də Rusiya ilə razılaşdırılması nəzərdə tutulur. Eləcə də Rusiya-ABŞ xəttində bir razılaşdırılması nəzərdə tutulur bu təkliflərin. Həm də düşünürəm ki, Əraqçının səfəri vaxtilə bilirsiniz ki, bundan sonra əvvəl-axırıncı dəfə İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Larijani getmişdi və Putinlə təkbətək danışıqlar aparmışdı. Və həmin səfərin bir növ davamıdır. Çünki İran xarici siyasətində təhlükəsizlik məsələlərini Rusiya ilə mütəmadi olaraq müzakirə edir. Və daha çox belə hallarda İran ənənəvi olaraq Rusiyadan kömək istəyir. Ancaq Rusiya bu köməyi vermədi. İstər 12 günlük müharibədə, istər ondan sonraki proseslərdə dəfələrlə tərəflər arasında diplomatik səviyyədə birbaşa təmaslar və yaxud görüşlər, telefon söhbətləri səviyyəsində danışıqlar olsa da Rusiya hələlik neytrallığını qoruyub saxlayır. Amma ümumilikdə bugün İranın əsas belə deyək də iki siyasi güc mərkəzi var ki, bunlarla sıx təmasdadır. Onlardan həm siyasi, diplomatik, həm də hərbi dəstək gözləyir. Bu Rusiyadır və Çindir. Eyni zamanda yəni bu hərbi dəstək gözləyir, həm də ki diplomatik müstəvidə. Çünki bu ölkələr, bu üç ölkə bu saat Amerika Birləşmiş Ştatlarına qarşı bir koalisiya kimi nəzərdən keçirilir, koalisiya hesab edilir və bugün həmin ölkələr İrana dəstəyini çəksə, İran istənilən məhv ola bilər. Ona görə də düşünürəm ki, yəqin ki, İran hakimiyyəti, İran rejimi hansısa bir dəstək ümidindədir və hansısa bir təkliflər paketi var və bu təkliflərə Rusiyanın da mövqeyini öyrənmək istəyir və hətta ola bilsin ki, bu proses, yəni daha doğrusu bu səfər Çinə də reallaşsın. Ancaq Pakistan özü Çinlə yaxın dövlət olduğuna görə Pakistan platformasında da bu məsələ Çinə çatdırıla bilər. Bax belə, yəni hələlik bu üç dövlət birgə koalisiya şəklində çıxış edir. Çalışır ki, Amerika Birləşmiş Ştatlarının qarşısına təkmilləşdirilmiş bir variant qoysunlar və buna danışıqlar masasında görünür İran həm Rusiyanın, həm də ki Çinin dəstəyini özündə hiss edərək, yəni tək başına deyil, onların dəstəyi ilə masaya, yəni təkliflər paketinə Rusiyanın və Çinin dəstəyini alaraq masaya çıxsın, Amerika Birləşmiş Ştatları ilə danışıqlar masasına gəlsin. Ancaq bu məsələdə İran hakimiyyətində bugün bilirsiniz ki, vahid mövqe yoxdur. İran hakimiyyətində bugün ziddiyyətlər var. Deməli, İran hakimiyyətinin bir neçə qanada parçalanıb, müxtəlif klanların mübarizəsi gedir. Bu baxımdan Əraqçının gedib Rusiya ilə apardığı məsləhətləşmələrə bugün İranda faktiki olaraq hakimiyyəti ələ keçirmiş Sepah və onun komandanı Əhməd Vahidinin rəhbərlik etdiyi qrup və yaxud payidarlar buna necə münasibət göstərəcəklər? Əməl edəcəklər mi? Yəni, onlar özləri bugün hamıdan güclü hesab edirlər və sanki dünyaya meyildən oxumaqla məşğuldurlar. Yəni, onlar ümumiyyətlə danışıqlar prosesinə qəbul etmir.
istər burada Rusiyanın təşəbbüsü ilə olsun və dəstəyi ilə olsun, istər Çinin olsun, istər başqasının. Onlar özlərini hamıdan güclü hesab edirlər və bugün bu klanlar arasında gedən savaşda çalışırlar ki, qalib gəlsinlər və İran elitasının sahibi kimi göstərsinlər özlərini İranda hakimiyyətin əsas söz sahibi kimi göstərsinlər. Ona görə də bax, bu məsələdə görürsünüz, Qalibov getmədi səfər. Qalibov nə Pakistana getmədi, nə də ki, Rusiyaya getmədi. Çünki Qalibovu prosesindən kənarlaşdırdılar və Qalibovu susturdular. Bir müddət sonra istisna olunmur ki, elə deməli, Abbas Ərəqçinin özünü də dediyi müəyyən sözləri, vədləri geri götürməyə vadar etməyəcəklər. İstisna olunmur ki, Abbas Ərəqçi danışıqlar aparma təşəbbüsündən geri çəkilməyəcək. Bax, bu baxımdan da bir mənalı şəkildə demək ki, Rusiya gedib müəyyən, belə deyək, əli dolu qayıdacaq, Rusiyadan hansısa bir dəstəklə qayıdacaq. Mən inanmıram ki, Rusiyadan o nəyisə əldə etsin. Bir dənə burada təhlükəli məqam ondan ibarətdir ki, bayaq dediyim məqama qayıdıram ki, indi bu ehtimaldır. Amma ümumiyyətlə belə situasiyalarda hər ehtimalı kənara qoymaq olmaz. Çünki ehtimaldır ki, İran tərəfi Rusiyadan nüvə silahının əldə edilməsi üçün daha özünü müdafiə hüququ altında daha təkmil texnologiyalar istəsin. Bax, bu baxımdan səfərin bir məqsədi də bu ola bilər. Amma indi bu danışıqlarda nə qədər nəyə nail olacaqları təbii ki, danışıqların gedişindən sonra Vladimir Putinin, Prezident Putinin və Rusiya Xarici İşlər Nazirliyinin verəcəyi bəyanatlardan asılı olacaq. İstənilən halda səfər ərəfəsində The Wall Street Journal nəşrinin məlumatı düşünürəm ki, diqqətimizi cəlb eləyir. İranda aparılan danışıqlar fonunda Tehranın nümayəndələri Vaşinqtona mühüm mesaj göndəriblər və məlumata görə İranlı danışıqçılar, yəni danışıqlarda iştirak edən tərəflər ABŞ-dən Donald Trumpın ictimai bəyanatlarında daha yumşaq və ölçülü ritorikaya üstünlük verməsini xahiş ediblər. Onların fikrincə sərt və təhdid xarakterli açıqlamalar ölkə daxilində radikal mövqeli qüvvələrin təsirini artırır və danışıqlar prosesini çətinləşdirir. Qeyd olunur ki, İranda hazırda ciddi daxili parçalanma mövcuddur. Bir tərəfdə hərbi və sərt xətt tərəfdarları dayanırsa, digər tərəfdə mülki administrasiya müharibənin daha tez başa çatdırılmasının tərəfdarı kimi çıxış edir. Bax, Qalibov bu tərəflərdən hansında yer alır sizcə? Bəli, mən bilmirəm, deyərsəm, dedim bunu sizə ötən proqramımızda. Bu barədə danışsın, yoxsa yox. Qalibov, yəni əslində o hökumətin hökumətin yanında yer almağa başladı ki, bu da Pezeşkiyanın əlini müəyyən qədər gücləndirirdi. Yəni danışıqlar tərəfdarı Pezeşkiyanın əlini müəyyən qədər gücləndirirdi və əgər bu proses davam etsəydi, yəni hakimiyyətdə həmişə hakimiyyətin yüksək zirvəsində dayanmağa iddialı olan Qalibov, yəni ötən prezident seçkilərində də onun bu məqsəd prezidentliyə iddiası da əslində bununla bağlı idi. Bir qədər də mövqeyini möhkəmləndirib ön plana çıxmaq istəyir. Lakin daha sərt deməli xətt tərəfdarı olan bugün Sepahın liderliyini ələ almış Əhməd Vahidi, keçmiş Daxili İşlər Naziri və Müdafiə Naziri postlarında olmuş. Heç kimi eşitmir demək olar ki. Hətta onun Ali Milli Təhlükəsizlik Şurasının katibi postuna da Zülqədrini gətirməsi, Məhəmməd Baqir Zülqədrini gətirməsi də onun təşəbbüsü ilə olur. Və bugün 3-cü qütbdə biz formalaşmasına meydana çıxdığını görürük. Bu da Səid Cəlilinin rəhbərlik etdiyi deməli bir qrupdur, paydarlı qrupudur. Və onlar əslində Səid Cəlili Məşhəddə anadan olsa da Məşhəd klanının liderinə çevrilə bilmədi. Və
bu özü üçün yeni bir qruplaşma yaradır və tələb edir ki, seçki danışıqlarda istər kompromis olsun, istərsə də müharibə olsun. Nəyə nail olmaq istəyirsinizsə, bunun üçün ali liderin, yəni Müştəbə Xamneyinin audio ya video səs yazısını verir. Yalnız bundan sonra mən deyə bilərəm ki, ali lider nə istəyir və biz də o xəttə əməl edirik. Ancaq bu yoxdur. Yoxdursa bu onu göstərir ki, ali lider bəlkə də həyatda yoxdur. Bax, bu iş məsələ hakim elitanı qarışdırır. Elitanı qarışdırıb, biz də onu təhlükəsizliyi ilə izah edirlər, təhlükəsizliyi əlaqələndirirlər. Amma məsələ burasındadır ki, dünən xüsusilə o Məşhəddə göstərilən lövhədə öldürülən şəxslərin, İran elitasının bütün üzvlərinin, o cümlədən Ayətullah Xameneyinin yanında və Müştəbə Xameneyinin fotosunun olması bu ehtimalları bir qədər də gücləndir. Lakin ona görə də düşünülür ki, bugün Xameneyi olmadığına görə hakimiyyəti Separtan belə deyək, uzurpasiyası baş verib hakimiyyətin mənimsiyib və bu prosesdə deməli, hərbiçilərin hakimiyyəti ələ keçiriblər və elə Qalibafın özünü də prosesdən onlar kənarlaşdırıb və onların təzyiqi nəticəsində indi tam təsdiqini tapmamış məlumatlara görə spiker postundan istifa verib, biri deyirlər, gah deyirlər ki, hələ bu ehtimaldır, bilinmir. Amma danışıqlar prosesindən kənarlaşdırılması artıq öz təsdiqini tapdı. Bax, bu baxımdan da administrasiyanın mövqeyi zəiflədi. Yəni, siyasi diplomatik xəttin mövqeyi zəiflədi. Bayaq ona görə mən deyildim ki, heç bir zəmanət yoxdur ki, təminat yoxdur ki, Sepahın təzyiqi nəticəsində bugün müxtəlif siyasi qütblərə, Rusiya, Çinə, ora-bura müraciət etməklə, müəyyən qədər qərblə anlaşmaqla bir danışıqlar prosesini davam etdirməyə çalışan Xariclər Naziri Abbas Ərəqçi qısa müddətdən sonra geri çəkilməyəcək. Bax, ona görə də sərt xət tərəf, onların mövqeyi sərtləşdikcə Trump da sərt bəyanatlar verməli olur. Bu isə qarşı durmanı daha da yaxınlaşdırır. Bu yaxınlarda Trump belə bir ifadə işlətmişdi ki, biz vahid təklif olacağı təqdirdə, yəni onlar təqdim etsinlər vahid təklifi və biz ona baxaq danışıqlar aparaq və nəticəyə gələk. Bu vahid təklif də nə demək idi? Yəni bu onun işarə idi ki, yəni İran elitasında parçalanma var, müxtəlif qütblər var və bu qütblərdə olan dayanan tərəflər ortaq məxrəcə gəlməlidirlər və konkret mövqe qoymalıdırlar. Yoxsa bu tərəflərdən biri danışıqlara gəlir, o biri meydana raket çıxarır və göstərir ki, biz güclənmişik, biz qüdrətliyik, biz hələ müharibə aparmağa gücümüz var, müharibə aparmaq istəyirik. Yəni, İranın sözü ilə əməli üst-üstə düşmür. Bax, bu baxımdan da səhəri gün istər ABŞ-la, istər İsraillə əldə olunacaq hər hansı bir razılaşmanın pozulacağına zəmanə təminat yoxdur. Bax, ona görə də Trump'ın sərt bəyanat verməsi də bununla bağlıdır. İran elitasındakı ziddiyyətlər isə qısa müddətdə aradan qalxacağını demək çətindir. Çünki ölkədə hakimiyyət boşluğu var. Ölkədə ali liderin olmasına dair və ya sağ qalmasına dair heç bir rəsmi təsdiq, məlumat olmadığından hakimiyyət boşluğu var və sistemdə bir boşluq yaranır və elitanın bir çox aparıcı üzvləri ölüblər və ya öldürülüblər. Bax, hakimiyyətə əsas nəzarət funksiyasını həyata keçirən ali lider isə həyatda olmadığından heç hakimiyyət boşluğu gələcəkdə hətta mərkəzdən qaçma prosesini sürətləndirə bilər.
Bax, bu baxımdan da gələcəkdə danışıqların qısa müddətdə uğurla başa çatacağını demək çətindir.